Ermənistan sülh müqaviləsinin imzalanması üçün nəzərdə tutulan son iki şərti də qəbul etdi. Əlbəttə, rəsmi İrəvanın Azərbaycanın haqlı tələblərini qəbul etməkdən başqa çarəsi də yox idi. Fransaya bəslədiyi ümidlər boşa çıxdıqdan sonra Ermənistan bu dəfə Amerika Birləşmiş Ştatlarından mədət umurdu. Biden administrasiyasının son günlərində bu ölkə ilə strateji əməkdaşlıq haqqında saziş bağlayan İrəvanın arzuları Donald Trump'ın hakimiyyətə qayıdışı ilə Ağ Evə çatmamış okeanın sərin sularına qərq oldu. Bugünə qədər də Trump administrasiyası Ermənistanla bağlı mövqeyini açıqlamayıb. Vaşinqtona səfər edən baş nazir Nikol Paşinyanın Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump tərəfindən qəbul edilməməsi də münasibətlərin hansı səviyyədə olduğunu ortaya qoydu. Bütün bunlar Ermənistanı tələsik sülh müqaviləsi imzalamağa sövq edir. Lakin Azərbaycana görüntü xətrinə deyil, qalıcı sülh lazımdır. Əvvəla sadəcə sülh müqaviləsinin mətni üzrə iş yekunlaşıb. Bu isə heç də sülh müqaviləsinin dərhal imzalanmalı olduğu anlamına gəlmir. Ola bilər ki, maddələr tam dəqiqləşdirilsin, daha sərrast və aydın ifadələrdən istifadə olunsun. Çünki burada manevr etməyə imkan verən hər hansı ifadə Ermənistanın bundan əleyhimizə istifadəsinə şərait yarada bilər. Ən azı tarixdə bunun çox nümunəsi var. Ermənistan Xarici İşlər Nazirliyinin açıqlama yayaraq artıq sülh müqaviləsinin imzalanması üçün yeri və vaxtı sorğulaması Paşinyan hökumətinin tələsdiyini bir daha ortaya qoyur. Müqavilənin imzalanması ilə bağlı hələ yekun qərar qəbul edilməyib. Məntiq və diplomatik qaydalar bu qərarın iki ölkənin rəsmiləri arasında verilməsini tələb edir. Ermənistanın Xarici İşlər Nazirliyinin sorğu əsasında bunu etməyə çalışması isə nə diplomatik qaydalara uyğun gəlir, nə də etik. Çünki 17 maddədən ibarət bu sənədin maddələri barədə razılığın əldə edilməsi hələlik müqavilənin imzalanması anlamına gəlmir. Müqavilənin imzalanması üçün eyni zamanda etimad mühiti yaradılmalıdır. Son zamanlar silahlanmanı sürətləndirən, müxtəlif cür ziddiyyətli açıqlamalar verən Ermənistan rəhbərliyi bu mühitin yaranmasına imkan vermir. Eyni zamanda Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olan maddələrin dəyişdirilməsi də əsas tələbdir. İrəvan bu tip məsələləri soruya saxlamaq barədə danışsa belə, Azərbaycan buna razı ola bilməz. Çünki 44 günlük müharibədən sonra Ermənistanın verdiyi bir çox vədə əməl etməməsi göstərir ki, hər şey öncədən həll edilməlidir. Prezident İlham Əliyevin Qlobal Bakı forumundakı çıxışında da deyildiyi kimi, Ermənistan konstitusiyasında olan bu maddələrin dəyişdirilməsi vacibdir. Azərbaycan heç bir halda keçmişi unuda bilməz. 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycana sağalmaz yaralar vurulub. Qanunlar buna görə İrəvanın Bakıya təzminat ödəməsini tələb edir və bu mütləq baş tutmalıdır. Bakıda məhkəməsi keçirilən Qarabağdan olan separatçılar da açıqlamaları ilə işğal zamanı Azərbaycan ərazilərində yaşanan dəhşətləri təsdiq edir və birbaşa Ermənistan dövlətinin bu işdə günahkar olduğu gerçəyini ortaya qoyur. Bu isə təzminat məsələsinin vacibliyini bir daha təsdiqləyir. Eyni zamanda Paşinyan Bakıdakı məhkəmə ilə əməkdaşlıq etmək istəmir. Ermənistan ərazisində hələ də əli Azərbaycan xalqının qanına batmış canilər gizlədilir. Əgər rəsmi İrəvan sülh məsələsində səmimidirsə, həmin cinayətkarları dərhal Bakıya təhvil verməlidir. Azərbaycan dekorativ sülh müqaviləsi axtarışında deyil. Birgə regional əlaqələr, uzunmüddətli qonşuluq münasibətlərini qurmaq üçün Ermənistan öz tarixi səhvlərini etiraf edib, vurduğu zərərləri kompensasiya etməyə bacarmalıdır. Əks halda sülh mətninin razılaşdırılması belə qalıcı sülhün əldə edilməsi üçün yetərli olmayacaq.